Salam, hər vaxtınız xeyir, əziz kanal izləyiciləri. Bugün İsmail rayon mərkəzindən Heydər Əliyev adına parkın yanında gözəl bir torpaq mülkümüz satışa çıxarılıbdır. Torpaq mülkü 7 sotdan ibarətdir və yaşayış məntəqəsi ərazisindədir. Bağlı, bağçalı, gözəl bir həyət evimizdir. Hal-hazırda yəni bu ev kirayə verilir. Yəni daim müştərisi olan bir evdir. Deməli burada həyətin bir hissəsi bağ üçün nəzərdə tutulub və bura evdir. Düzdür, mən həyətin axırından çəkib gəldim müəyyən səbəblərə görə. Və burada belə navesti var. Həm letni, həm belə zimni qış üçün. Qapısı açıq olmadığı üçün belə çəkib sizə tanış edəcəm. Qarşısı deməlidən anəbəndlidir və belə navesti. Ümumi 4 otaqdan ibarətdir. Deməli evin istilik sistemi kombidir və sizə çöl tərəfdən çəkim göstərim. Bax, bura Heydər Əliyev adına parkdır və peşə məktəbi, liseydir, kollec. Düz yolun kənarıdır. Kimsə alıb obyekt eləyə bilər və yaşayış evi kimi də istifadə eləyə bilər. Evə daxil olanda burada sanitar qovşağı, deməli bura mətbəxdir. Bura bir yataq otağıdır. Bura ikinci yataq otağıdır. Və burada həmçinin yenə mətbəxdir və həm də kiçik bir yatacaq qoyulubdur, yəni istifadə etmək olur. Deməli burada başqa yataq otaqları var. Burada da yenə bir yataq otağı, mətbəxdir, paltar yuvandır. Bu otaqda hal-hazırda yəni qalan var deyənə tələbələr qalır burada. Burada da sanitar qovşağıdır, mətbəxdir.